Öd kisəsi çıxarılmadan öd daşları xaric edilə bilərmi? Öd kisəsi daşları toplumda çox geniş yayılmışdır. Rastlanma tezliyi 10-15%dir və qadınlarda kişilərə görə daha çox rastlanır. Öd kisəsi daşlarının əksəriyyəti uzun müddət simptomsuz davam edir. Simptomları isə sağ qabırğa altında olan, yemək zamanı sağ çiynə və kürəyə doğru yayılan ağrılardır. Yeməklərdən sonra şişkinlik, köpmə, həzm pozğunluqlarıdır. Öd kisəsi daşlarına bağlı öd kisəsində iltihab olduğu zaman isə ağrıların şiddətlənməsi, qızdırma və sarılıq ola bilər. Öd kisəsi daşları simptomatikdirsə, o zaman cərrahi əməliyyat düşünmək lazımdır. Yəni öd kisəsini tamamilə xaric etmək lazımdır. Öd kisəsini çıxarmadan daşları çıxarma əməliyyatı yoxdur. Teorik olaraq bu mümkün olsa da praktik olaraq mümkün deyildir. Çünki öd kisəsi daşları varsa, demək ki, öd kisəsinin fəaliyyəti pozulmuşdur. Kisə çıxarılmadıqda qısa müddət sonra təkrar daşlar əmələ gəlir. Öd daşı problemi daşları müalicə etməklə deyil, öd kisəsinin çıxarılması ilə bitir.